Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 28-i həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onun nəzərinizə çatdırırıq. Son günlər partiyasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu dəfə də yeni faktla medianın gündəminə gəlib. Belə ki, News 365 A saytı Musavat.com-a isnadən xəbər verir ki, keçmiş deputatın hər kəsdən gizlətdiyi bir oğlu da varmış səndimə. Əldə olunan məlumata görə həmin şəxs 1987-ci il təvəllüdlü İlqar Ağamaliyev Fəzail oğludur. Ailə də onu daha çox Ali kimi çağırdıqları üçün bu adla da daha çox tanınıb. Almaniyadakı mənbənin dediyinə görə İlqarın anası Rus əsillidir. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar və bu münasibətdən bir oğlan övladı dünyaya gəlib. Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də Fəzail Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O uşağı və qadını Rusiyanın Sankt-Peterburg şəhərinə göndərib. Bəli, faktlar bunlardır. Fəzail Ağamalı da faktı danmayıb, gizlətməyib, təsdiqləyib və bunu cavanlıq səhvi adlandırıb. Hər kəsin gənclikdə səhvi ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki, hər kəsin şəxsi həyatı ola bilər. Bəli, belə bir romanım olub. Bugün İlqar və anası ilə əlaqəm yoxdur. Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı mənə ancaq həyat yoldaşım günahlandıra bilər. Ona görə də zamanda səhv etdiyimi demişəm. Ondan bu səhvə görə də üzr istəmişəm. Vəssalam deyə Fəzail Ağamalı bildirib və Fəzail Ağamalı həm də onu deyib ki, ABŞ prezidenti Donald Trump da 3 dəfə evlənib. Orada qəribə nə var ki? Deyə Ana Vətən Partiyasının sədri qeyd edib.